məşğulluğa müraciət etmişdim. Moyka avadanlığı üzrə. Mənim bu sahə üzrə də təcrübəm var, işləmişəm Bakıda. Yəni bu gün də istədim ki, mən onu Xocalı rayon Balıca kəndində, öz vətənimdə, öz doğma torpağımda işlədim. Avadanlığım da bu gün gəldi. Şuşa şəhərinə köçməmişdən qabaq Bakıda gözəllik salonunda işləyirdim, vizaj, dırnaq ustası kimi. Şuşa şəhərinə köçdükdən sonra istədim ki, işimi burada da davam elətdirim, fəaliyyətimi. Məşğulluğa müraciət elədik, çox sağ olsunlar, bizi təlimlərə qoşdular və bu gün nəhayət avadanlıqlarımız gəlib. Çox sevinirik buna görə də. Hazırda təxminən böyük qayıdış proqramı çərçivəsində 800-ədək keçmiş məcburi köçkünlər iş aparılmışdır ki, proqram çərçivəsində onların proqrama cəlb olunması ilə bağlı. Bunlardan 400-dən artıq şəxs istehsal xidmət və 300-dən artıq şəxs isə kənd təsərrüfatı istiqaməti üzrə özə məşğul proqramına cəlb edilməsi fəaliyyəti aparılır tərəfimizdən. Hal-hazırda 148 keçmiş məcburi köçkünlərlə də onların özə məşğul proqramına cəlb olunması ilə bağlı müvafiq işlər aparılır.